Yuxu insan orqanizminin normal fizioloji və psixoloji fəaliyyətini davam etdirməsi üçün sözün əsl mənasında hava su qədər vacibdir. Yuxusuzluğu son dövrlərin səssiz epidemiyası adlandıra bilərik. Çünki yuxusuzdan əziyyət çəkən insanların sayı nəzərə çarpacaq dərəcədə çoxdur. Yuxusuzdan əziyyət çəkən insanlarda əsas simptomlar yuxuya getmədə çətinlik, yuxudan gecələr tez-tez oyanmalar və yaxud da yatmağına baxmayaraq gündüzlər səhər oyandıqda özünü aşırı yorğun hiss eləmə, sanki heç yuxu yatmamış kimi hiss eləmə kimi simptomlar olur. Yuxusuzluq həm fizioloji, həm psixoloji problemlərə gətirib çıxarır. Normal yuxu ehtiyacını ödəməyən insanlarda gün ərzində aşırı yorğunluq, gərginlik, əzginlik, fikrini cəm etməkdə çətinlik, yaddaş zəifliyi kimi simptomlar müşahidə olunur. Həmçinin bir çox xəstəlikləri də gətirib çıxarır. İkinci tip şəkərli diabet, ürək qan damar sistemi xəstəliklərinə, həmçinin immun sisteminin zəifləməsinə gətirib çıxarır yuxu ehtiyacının ödənilməməsi. Yəqin ki, çoxumuzun qarşısına çıxır xəbərlərdə, sosial şəbəkələrdə avtoqəzalar. Çox hallarda avtoqəzaların olmasına səbəb olan əsas amillərdən biri də sürücülərin yuxulu halda avtomobil idarə etməsi səbəb olur. Yuxulu halda avtomobil idarə etmək, içkili halda avtomobil idarə etməklə eyni dərəcədə, eyni səviyyədə problemə gətirib çıxarır. Yuxusuzluq həm ayrıca müstəqil pozuntu şəklində müşahidə oluna bilir, həmçinin bir çox psixoloji problemlər zamanı, depressiya zamanı, təşviş pozuntusu zamanı və yaxud da başqa psixoloji problemlər zamanı əlavə simptom kimi də müşahidə oluna bilir. Hər bir halda yuxusuzluğun müalicəsi var. Əgər yuxusuzluqdan əziyyət çəkirsinizsə, vaxtında psixiatra müraciət etmək və müalicə almanızı tövsiyə edirəm.